Salam, hər vaxtınız xeyir olsun. Bugünkü videoda sizə dünya görüşünün coğrafi hissəsindən danışacağam. Coğrafiyada isə xüsusən Azərbaycanda fiziki coğrafi vilayətlər və onların xüsusiyyətlərindən məlumat verəcəm. Belə ki, imtahanda fiziki coğrafi vilayətlərlə bağlı suallar istifadə olunur və hər fiziki coğrafi vilayətin, yəni təbii vilayətlərin özünə məxsus xüsusiyyəti var. Gəlin onlara birlikdə nəzər salaq. Məsələn, deyilə bilər ki, sizə palçıq vulkanlarının əksəriyyəti bu təbii vilayətdə yerləşir. O zaman siz Böyük Qafqaz təbii vilayətini götürəcəksiniz. Və yaxud da deyə bilər ki, hansı təbii vilayətdir ki, Azərbaycanın ən böyük gölü onun tərkibindədir. Söhbət Sarısudan gedir, yəni Kürçəklik təbii vilayəti. Və yaxud da ki, deyə bilər ki, Azərbaycanda ən çox il yaxındır bu təbii vilayətə düşür. Faraş tərəvətçiliyi ilə məşhurdur. O zaman götürürsüz Lənkəran təbii vilayəti. Və yaxud da ki, sizdən soruşsa ki, hansı təbii vilayətdir ki, ərazisinin əksəriyyəti işğal altında olub, deyirsiniz Kiçik Qafqaz təbii vilayəti. Və yaxud da mineral bulaqların muzeyi hesab olunan təbii vilayət Orta Araz təbii vilayəti hesab olunur. İnşallah növbəti videoda coğrafiyanın davamı çəkiləcək. Sağ olun, hələlik.